paytaxtda mənzil almaq artıq bir çoxları üçün əlçatmaz xəyal olub dedik və qiymətlər sürətlə yüksəlir, alıcılar isə bahalaşmanın nə vaxt dayanacağını bilmir. Bəs bu artımın arxasında hansı səbəblər dayanır və gələcəkdə bizi nə gözləyir? Əmlak bazarındakı son vəziyyəti sujetimizdə təhlil etmişik. Paytaxtın ilkin və təkrar mənzil bazarında qiymət bahalaşması müşahidə olunur və rəqəmlər göstərir ki, bu ilin fevral ayında yanvar ayı ilə müqayisədə 1,5%, ötən ilin eyni dövrünə nisbətən isə 11%-dən çox artım qeydə alınıb və təbii ki, kirayə mənzil bazarında isə bunun əksinə olaraq qiymət stabil olaraq qalır. İnsanlar rahat, normal şəraitə malik mənzildə yaşamağı arzulayır. Lakin şərtlər və qiymətlər uyğun olduğu təqdirdə. Amma apardığımız sorğunun nəticələrindən də aydın olur ki, bu istək çox vaxt reallaşmır. Çünki daşınmaz əmlak bazarında qiymətlər əl yandırır. Gündən gün artır da evlərin qiyməti. Hər gün, bugün bu qiymətdir. Sabah gedirsən ki, dünən sən mənə bu qiyməti dedin. Deyir, yox, 28 tərəfdə ən çox bahalığıdır. Yerinə görədir qiymətlər. Nə bilim, baha olmağına bahadır. Nəsimidir, Yasamaldır, götürək belə Nizami rayonunda. Bələdiyyə ən zəif yer Binədir, qəsəbəsi. Orada da bahalaşır. Şəhərin mərkəzində, şəhərin qırağında da çox bahadır. Əhalinin orta təbəqəsi üçün bahadır. Hazırda investisiya baxımından ən çox tələbatın olduğu sahə daşınmaz əmlak bazarıdır. Məhz bu baxımdan da indiki məqamda tələb əlverişli olmayan təklifi üstələyir. Elə buna görə də son 4 il ərzində mənzil qiymətləri durmadan artıb. Lakin indiki məqamda bahalaşmanı şərtləndirən başqa bir məqam ipoteka kreditlərinin daha əlçatan olmasıdır. Hazırda olan qiymət artımını sırf ipoteka kreditlərinin açılması ilə bağlı olaraq müvəqqəti artım demək olar. Köhnə Leningrad layihəli, Kiyev layihəli və təxminən kvadratı 80-100 kvadrat metrə qədər olan yeni tikililərdir ki, onların da qiymətlərində deyərdim ki, spekulyativ olaraq qiymət artımları var. Eyni zamanda yay mövsümünün yaxınlaşması, tikinti materiallarının bahalığı və geosiyasi proseslər də daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olan amillərdən sayılır. Yeni yolların salınması, o cümlədən Bakı şəhərinin bildiyimiz kimi 2040-cı ilə baş planı qəbul olunub ki, həm baş plana uyğun olaraq müəyyən söküntü işləri həyata keçirilir, infrastrukturun yenidən qurulması, eyni zamanda təkcə paytaxtdan kifayətlənməyərək, eyni zamanda alt mərkəzlərin salınması, yeni nəqliyyat yollarının inşa edilməsi və bütün bunlarla bərabər yaşıllaşma işlərinin görülməsi təbii ki, 1 kvadrat metr mənzilin qiymətlərində artma səbəb olub. Daşınmaz əmlak bazarında təklif sayı yanvar-fevralda 2%, ötən ilin eyni dövrünə nisbətən 17% yüksəlib. Beləliklə də təklif çoxluğu ilə qiymət artımı şərtlənir. Proqnozlarsa göstərir ki, il sonunadək bahalaşma 15-20% civarında olacaq. Hazır və ya yarım tikili mənzillərlə yanaşı torpaq qiymətlərində də 50%-ədək artım müşahidə edilir. Bütün hallarda isə artımın miqdarı mənzilin və ya torpaq sahəsinin yerləşdiyi məkan, həcmi və bir sıra digər meyarlara görə dəyişir. Ən böyük artım katlavan, yəni təməl mənzillərdədir, binalardadır, hansı ki, hələ tikinti işləri yekunlaşmayıb. İnfrastrukturun inkişaf elədiyi ərazilər, xüsusilə də son dövrlər, belə deyək ki, mərkəz rolunu oynamağa iddialı olan rayonlar, Nərmanov rayonu, Nəsimi rayonu, o cümlədən Xətai rayonu ciddi şəkildə bahalaşmağa məruz qalıb. Amma bu demək deyil ki, digər regionlarda, digər ərazilərdə bahalaşmır. Əslində, onlarda da qiymət artımından biz şahid oluruq. Bütün bunlar onu göstərir ki, daşınmaz əmlak bazarında xaotik vəziyyət hökm sürür. Bu vəziyyət isə ciddi qiymət ajiyotajı yaradır. Beləliklə də bahalaşmanın hələ bir müddətdə davam edəcəyi gözlənilir.